Ölkədə doğulanların sayı azalıb. Bax, belə bir xəbər var. Əslində, bu xəbərdən daha çox təhlil olunmalı bir mövzudur. Biz əgər demoqrafik proseslərin daha sürətlə inkişafını istəyiriksə, ölkədə insan sayının, vətəndaş sayının artmağını istəyiriksə, təbii ki, bunun üçün də müəyyən şərait yaradılmalıdır. Və Azərbaycanda amma hazırki vəziyyət necədir? Diqqətinizə çatdırıram. Əslində, çox həyəcan təbili çalacaq bir vəziyyətdir. Bu ilin İlk 4 ay ərzində 28.631 doğulan körpə qeydə alınıb. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb, bildirilib ki, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalıb 9,4-dən 8,5-ə düşüb. Doğulan körpələrin 53,6%-i oğlandır, yerdə qalan faizi qız uşaqlarıdır. Doğulan körpələrdən 980-i əkizdir, 39-u isə üçəmdir. Hələ bu əkiz və üçəm məsələsi burada bir xeyli statistikanı belə deyək, yaxşılaşdırır, bunu da nəzərə çatdırım. Və bundan başqa bu ilin yanvar-aprel aylarında ölkədə 21.277 ölüm qeydə alınıb. Təsəvvür edin ki, doğum sayını diqqətə çatdıram, 28.000 doğum var, 21.000 ölüm var. Cəmi 4 aya bu ölkədə 7.000 artım olub. Bu, çox belə deyək, riskli, çox faciəvi bir nəticədir. Biz buna nə qədər müqayisə edirdik ki, Ermənistanda demoqrafik proses belə geriləyir, filan ölkədə belə eləyir. Özümüzdə vəziyyət artıq daha faciəvi həddə doğru getməkdədir. Bunun üçün də təbii ki, ilk növbədə vətəndaşın sosial durumu düzəlməlidir. Vətəndaş öz, belə deyək, cibinə baxıb, soyuducusuna baxıb, ailə büdcəsinə baxıb, sonra o planlamanı həyata keçirməlidir və bir çox hallarda da belə olur, düzdür. Məsələn, heç bir gəliri olmayan adamlar da var ki, 8 uşaq dünyaya gətirib, deyir, bu uşaqları saxlayın. Belə məsuliyyətsiz vətəndaşlar da var, amma bütün hallarda hazırda bu ölkədə ikinci uşaq nadir hallarda dünyaya gətirilir. Üçüncü uşağı dünyaya gətirmək isə belə deyək, belə biraz da qınaq obyektinə çevrilirsən ki, yəni neynirdin üçüncü uşağı bu vəziyyətdə. Və təbii ki, insan artımı necə baş verir? Bu ailələrdə çoxuşaqlı ailələrin daha çox olması ilə bu baş verə bilər. Çoxuşaqlı ailələr üçün nə baş verməlidir? Stimullaşdırma olmalıdır. Yəni, vətəndaş bilməlidir ki, bu uşağın xərcinin 70%-ni mən çəkirəm. Deməli, bölgələrin pensiyası nə vaxt veriləcək? Sabah. Sabah bölgələrin, bütün bölgələrin pensiyası yekunlaşacaq. Vətəndaş bilməlidir ki, mən artıq, belə deyək də, uşağın deyək ki, xərcinin 70%-ni mən çəkirəm, 30% də dövlətdən hansısa formada gələcək. Yəni, məsələn, deyək ki, bir uşağın aylıq xərci 300-400 manatdır, bunun 100-150 manatını dövlət verirsə, yerdə qalan 200-300 manatında mən lap belə minimumları götürürəm də. İstər-istəməz artıq burada bir bəlli bir büdcə formalaşır. 3 uşağa, məsələn, deyək 500 manat, 450 manat alırsan və nəticə olaraq bundan başqa da uşaq pulu veriləcəyi halda bu aliment mövzusunda da nətər deyərlər, problemlər qismən aradan qalxmış olacaq. Məsələn, tutaq ki, ər və arvad boşanır, kişi alimenti hansısa formada nətər deyərlər, vermək istəmir və s. və ilaxır. Qadın qalır o 2 uşaqla belə, amma heç olmasa uşaq pulu alsa, bir 300 manat, 400 manat alarsa, müəyyən mənada vəziyyətdən çıxmış ola bilər.